həmişə deyirsiniz ki, yəni ilin 12 ayı axtarışlardır. Biraz konkretləşdirsək, yəni bir maraq göstərdiyiniz, təklif göndərdiyiniz, konkret hədəf aldığınız futbolçu varmı? Maraq göstərdiklərimiz var əlbəttə ki, amma inanın ki, mən 18 ildir Yola Qarabağdayım. Yəni hər il söhbət olur, hər il bu transfer söhbətləri olur və həmişə də ola bilər nə vaxt biraz gecikmişik, biraz düşündüyümüz, istədiyimiz vaxt alınmayıb, amma yəni biz ümumi götürsək bizim komandada çox yaxşı hücumçularımız olub. Çox yaxşı az sayda olub ümumiyyətlə hücumçular, amma hücumlarımız çox yaxşı olub. Ona görə yenə də hal-hazırda bizim danışıqlarımız gedir, axtarışlarımız gedir və inşallah çalışır ki, təkcə hücum xəttində ümumiyyətlə 3-4 ən azından bu qış transfer pəncərəsində transferlər eləyək. Çünki bizim tələblərimiz həddindən artıq böyüyüb, tələblərimiz həddindən artıq çoxdur. Çünki özünüz görürsünüz ki, hansı rejimdə biz çalışırıq, futbolçuların hər oyuna həm futbolçuları motivasiya etmək, hər oyuna onları sağlam çıxarmaq heç də asan deyil. Buna görə bizim yaxşı, keyfiyyətli futbolçulara say olaraq ehtiyacımız var.